Salam kanal izleyicileri, salamlayıram hər birinizi. Bugün sizinle 9. sınıf edebiyat dersliğindən Süleyman Rüstəmin Təbrizim şeirini keçirik. Diqqətli olağın, çox maraqlı şeirdir. Cənubi Şimali Azərbaycana həsr olunmuş bir əsərdir. Odur ki, diqqətli oluruq. Deməli, dersimizə başlamamışdan əvvəl sizdən xahişim olacaq ki, bu tipli videolarımızın davamlı gəlişini istəyirsinizsə, təbii ki, kanalımıza abone olmağı ve videonu paylaşmağı ve beğenmeyi yaddan çıxartmayın. Süleyman Rüstəm deməli, burada bizə bir yada salın mövzusu veribdi. Yada salın rubrikası var. Gəlin o rubrikaya baxalım. Baxın bura yada salın rubrikası. Buradaki suallara bir nəzər salın, sonra Təbrizim şeirinə keçəyin. Cənubi Azərbaycana həsr olunmuş hansı əsərləri tanıyırsınız? Təbii ki, Cənubi Azərbaycana həsr olunmuş bir sıra əsərlər var. Mirzə İbrahimovda, Süleyman Rüstəmin özü də, digər yazıcılarımız da var ki, Cənubi Azərbaycan mövzusunda əsərlər yazıblar. Məhəmməd Hüseyn Şəhriyarı götürə bilərik. Deməli, Məhəmməd Hüseyn Şəhriyarın deməli Heydər Babaya Salam əsərində Cənubi mövzusunda toxunuldu. Oranı, yəni Cənub mövzusunda var. Təbrizdə yazılmış bir əsərdir. Daha sonra Mirzə İbrahimovun Azad hekayəsi var. Cənub mövzusunda yazılmış bir əsərdir. Bu kimi əsərləri Cənub mövzusuna həsr etmiş əsərlər hesab edirik. Yəni 9-cu sinifə oxuduğunuz əsərlər sırasından götürə biləriksə, biz onda Azadı götürərik. Çünki Azadı siz artıq keçmişsiniz. Daha sonra deyir ki, bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olubdu? Təbii ki, daha çox çəkən nə olub? Baxın, ən çox çəkən torpağın ikiyə bölünməsi olubdu. Ən çox çəkən deməli Cənubi Şimali Azərbaycanın deməli ayrılması olubdu ki, Cənubi və Azərbaycanın iki yerə bölünməsi, Şimali və Cənubi Azərbaycan olmasıdır ki, diqqətimizi daha çox çəkən torpağımızın ikiyə bölünməsi olubdu. Düşünün deyir. Cənub mövzusunda yazılmış əsərlərdə sizcə hansı məsələlərə daha çox diqqət yetirilir? Demək olar ki, bu sualla eyni bir şəkildə verilmiş sualdır. Daha çox deməli hansı məsələlər diqqətimizi cəlb edir? Təbii ki, bu deməli torpağın ikiyə bölünməsidir. Məsəl üçün, bura biz bir də aid eləyə bilərik Bəxtiyar Vahabzadənin Gülüstan əsərini. Niyə Gülüstan əsərini indi xatırladım? Çünki bu mövzuda deyir, daha çox hansı məsələlər deyir, daha çox diqqətinizi cəlb eləyir. Məsəl üçün, Gülüstan poemasında var ki, Bəxtiyar Vahabzadə deyir ki, bu torpağı ikiyə böldülər. Yəni bizim özümüzdən olmayan insanlar böldülər, bizim özümüzdən olmayan millətlər böldülər. Biri İran idi, bir tərəf deyir. Bir tərəfdə yəni Rus idi deyir. Onlar deyir, bu torpağı ikiyə böldülər. Bu kağız üzərində qol çəkdilər. Bizim torpağımızı onlar ikiyə böldülər. Bax, bu diqqətimi daha çox cəlb eləyir Gülüstan poemasında. Daha sonra deməli Mirzə İbrahimovun yazdığı Azad hekayəsində, istər Məhəmməd Hüseyn Şəhriyarın yazdığı Heydər Babaya Salam hekayəsində, bunların hamısında daha çox diqqətimi cəlb eləyən torpağın ikiyə bölünməsində insanların çəkdiyi ağrı acılardır. İnsanların bir-birlərinə əllərinin yetməməsidir. İnsanların bir-birlərindən uzaq düşməsidir. Bu kimi hisslər daha çox deməli diqqətimi cəlb eləyir. Daha sonra belə bir sual qoyub rubrikada, nə qoyubdu? Oxuda aydınlaşdırın. Bunu oxu zamanı eləyəcək, aydınlaşdıracaq ki, əsərdə tanış olmayan sözlərin təbii ki, mənalarını lüğətlərdən axtaracaq və onları lüğətin köməyi ilə tapacaq və təsvir və ifadə vasitələrini oxuduqca müəyyənləşdirəcək. Gəlin baxalım Təbrizim şeiri. Ümumiyyətlə şeirin özünə ilk baxışdan nə görürük? Şeirin özünü necə görürük? Necə yazılıb şeir? Şeir təbii ki, bəndlər şəklində yazılıb. Necə yazılıb? Bəndlər şəklində. Bəndlər şəklində yazılıbdır. Və təbii ki, dedik şeir Cənubi Azərbaycan mövzusundadır. Bunu artıq oxuyanda bilirik. Cənubi Azərbaycan mövzusundadır. Hər bənddə, baxın, bəndi görürük. Hər bənddə neçə misra var? Bunların hər biri bənddir də, düzdürmü uşaqlar? Hər bənddə neçə misra var? 5 misra var. Hər bənddə 5 misra var. Deməli, müxəmməsdə deməli bilirik ki, əgər 5 misradsa, o dəqiqə ağlımıza nə gəlir? Müxəmməs.
Ama biz bilirik ki müxəmməsdə birinci beytin bütün misraları bir-biri ilə qafiyələnir. Buranı qeyd etdisə silirəm, baxın. 5 misra görən kimi ağlımıza o dəqiqə gəlir ki, bu müxəmməsdir. Amma yenə də deyirəm, bilirik ki, müxəmməsin bütün misraları bir-biri ilə qafiyələnir. Burada da baxırıq ki, yəni eyni qafiyələnmə olmalıdır. Deyir, qoymaram yadları girsin qoynuna. A. İzin ver qolumu salım boynuna. Sənin bayramına, sənin toyuna, dili bir, qanı bir qardaşım gəlib, dərdinə aşina sirdaşım gəlib. Deməli, burada baxırıq ki, birinci beytin bütün misraları bir-biri ilə qafiyələnməlidir. Biz görürük ki, qafiyələnmə 3 misrada eynidir, 2 misrada eyni. Deməli, eynidir. Buna biz müxəmməs deyə bilmərik. Digər beytlərin 4 misrası bir-biri ilə bir misrası isə ayrı-ayrı qafiyələnir. Ona görə də biz buna müxəmməs deyə bilmərik. Beləliklə, Təbrizim şeirinin qafiyə quruluşu müxəmməslə eyni deyil. Yadınızda qalsın. Müxəmməslə eyni deyil. Müxəmməs deyil. Bax, bunu böyük hərflərlə yazıram. Niyə müxəmməs deyil? Dedim ki, müxəmməsin bütün misraları eyni şəkildə qafiyələnməlidir. Burada 3 misra bir qafiyələnir, 2 misra isə tamamilə başqa şəkildə qafiyələnir. Ona görə də biz bu şeiri müxəmməs deyə bilmərik. Sonra olur ki, testlərdə görürsünüz ki, müxəmməs düşsə, deməli, qeyd etmirik də. Yəni bunu yadınızda saxlayın ki, testlərdə görərsiniz ki, olar ki, müxəmməs düşür. O zaman bilin ki, bu müxəmməs deyil və biz bunu müxəmməs şəklində qəbul etmirik. Deyirsiniz ki, yaxşı müəllimə, müxəmməs deyilsə bunu necə götürək? Şeir şəkli 5'lik olan bir əsər kimi qəbul edəcək ki, bu şeir şəkli 5'lik olan bir əsərdir. 5'likdir. Şeir şəklində 5'lik deyəcək. Yəni heca vəznindədir. 5'lik şəklində yazılıbdır. Qafiyə quruluşu da A, 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 B, B və yaxud C, 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 D, D şəklindədir. Bu şəkildə, yəni müxəmməs deməyəcək. Deyəcək 5'lik şəklində olan bir əsər. Və diqqətimizi cəlb edən digər bir mövzu. Buna oxşar əsərlər varmı? Bəli, birbaşa Heydər Babaya Salam poeması da bu şəkildə qafiyələnir. Yəni, hər ikisi Təbrizim şeirindən Heydər Babaya Salam şeiri, Məhəmməd Hüseynin Heydər Babaya Salam şeiri ortaq fikirlərdir. Qafiyələnmə quruluşları eynidir. Əsərin sujet xətti yoxdur. Yəni, sujet xəttinin olmamağı nə deməkdir? Yəni, mən bu istədiyim bəndlərdə yerini dəyişə bilərəm. Sujet xətti yoxdur. İstəsəm, məsələn, bu deməli, buradakı bir bəndi gətirib bu bəndlə əvəz eləyərəm. Yerlərini dəyişərəm. Heç bir dəyişiklik baş verməyəcək. Yəni, sujet xətti yoxdur, ardıcıllıq yoxdur. Sonra əsərdə tərənnüm aparıcıdır. Təhkiyə də yoxdur əsərdə. Təhkiyə nə deməkdir? Yəni, danışılır nağıl şəklində. Ona görə deyəcək yoxdur. Təbrizi oxşayır, heyranlıq, tərənnümdür burada. Oxşuyur Təbrizi. Yəni, Təbrizi, ay mənim gözəl Təbrizim, mənim deməli, dillərə aşina olan Təbrizim, sonra coşur damarlarda qanı Təbrizim, yoxdur bu mərdlərin sanı Təbrizim. Yəni ki, burada neyiniyir? Tərifləyir. Tərif olduğuna görə deməli tərənnüm var. Bildik, tərənnüm bütün əsərlərdə olmur, ha? Tərənnümü yadda saxlayın, bütün əsərlərdə olmur, amma burada tərənnüm var. Sonra gülərəm, ölərəm, bölərəm. Fikir verirsiniz, baxın. Burada görürük ki, baxın, gülərəm, ölərəm, bölərəm, deməli. Və 2-dən çox heca qafiyələnəndə biz buna deyəcəyik zəngin qafiyə. Məsəl üçün, bax, gülərəm. Bax, gül. Baxın, bunu daha dəqiq başa salım. Gül. Çox uşaqlar başa düşmür zəngin qafiyəni. Ölərəm. Bir də böl. Baxın, diqqətlə indi. Nədir zəngin qafiyə? Nədir zəngin qafiyə? Zəngin qafiyə əgər 2 və ya 2-dən çox heca qafiyələnirsə biz buna zəngin qafiyə deyəcəyik.
Baxın biz görürük ki adətən necə qafiyələnir şeirdə? Söyüdlər, bazı söyüdlər qafiyələnir də, igidlər qafiyələnir. Öyüdlər qafiyələnir, görürsünüz? Amma burada necə qafiyələnib? Əmlər 1-dir, ərlər 2-dir. Əm, ər, əm. Görürsünüz? 2 heca qafiyələnir. 2 hecanın qafiyələnməsi artıq bunun zəngin qafiyə deməsidir. 2 və 2-dən çox da heca ola bilər qafiyələnmədə. Bu da yenə zəngin qafiyə. Ən azı zəngin qafiyədə 2 heca qafiyələnməlidir. Yadınızda qalsın. Daha sonra zəngin qafiyə var mı burada? Göstərdim sizə. Təbii ki, baxın burada zəngin qafiyə var. Ölərəm, bölərəm, gülərəm sözləri zəngin qafiyə. Daha sonra şeirin əvvəlində 2 misralıq bir beyt verilib. Baxın burada 2 misralıq görürsünüz. Burada bir beyt verilib şeirin əvvəlində. Deməli, bu Sovet dövründə yazılan əsərlərdə demək olar ki, bir ənənə formasını almışdır. Sovet dövründə yazılan əsərlərdə bir ənənə formasını almışdır. Buna baxıb deməli fikirləşməyin ki, əsər beyt formasında əruz vəznindədir. Xeyr, əsər heca vəznindədir, bənd formasındadır. Yəni deyirsiniz ki, burada 2 beyt var. Beyt də adətən əruz vəznində verilir. Ona görə deyirsiniz ki, hə, beytdir və əruz vəznindədir. Və yaxud orada qoyar sizə hansısa bir cavabda ki, beyt də var, əruz deməli heca vəznində də yazılıbdır, beytdə də yazılıbdır, əruz vəznində də yazılıb, bənddə də yazılıb. Qarışdırar bu şəkildə sizin üçün, qarışıq bir şey qoyar. Dolaşmayın. Şeir yazılıb dedik ki, heca vəznində bənd şəklində. Bənd şəklində. Burada nə əruz var, burada nə beyt var. Bu beyt deyil. Sadəcə olaraq Sovet dövründə belə bir ənənə vardı ki, şeirin əvvəlində bu şəkildə, beyt şəklində 2 misranı verirdilər. Sadəcə bu bənddir. Birinci bəndi götürsək, biz birinci bəndi götürsək, bu bəndə aiddir. Təbrizin bütün bəndlərdə bədii xitabdır. Yadınızda qalsın. Bütün bəndlərdə Təbrizim sözü, bütün bəndlərdə nədir? Xitabdır. Xitabdır. Bədii sualdır. Amma bütün Təbrizim sözləri xitab deyil. Və bunu da yadda saxlayın. Bütün bəndlərdə Təbrizim sözü deyir ki, xitabdır. Bütün bəndlərdə. Və bu da birinci bəndə aiddir də. Bu 2 beyt birinci bəndə aiddir. Təbrizim xitabdır. Amma bütün Təbrizim sözlərinin özü xitab deyil. Xitab deyil. Məsələn, burada Təbrizim, gözəl Təbrizim. Burada niyə xitab olsun ki? Sonra Təbrizim təkrirdir. Bax, Təbrizim, gözəl Təbrizim. Nədir bəs bu? Təkrirdir. Təkrir götürəcək. Əsərin əvvəlində müəllif öz sevgisini Təbrizə açır. Heyranlığını bildirir Təbrizə. Burada açır, deyir ki, baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, gözəl Təbrizim. Təbrizə öz sevgisini açır və heyranlığını bildirir. Sətiraltı fikirlər burada çoxdur. Bilirsiniz, sətiraltı fikirlərlə müəllif öz fikirlərini çatdırmağa çalışırdı. Sonra deyir ki, qoymaram yadları girsin qoynuna, izin ver qolumu salım boynuna. Sənin bayramına, sənin toyuna dili bir qanı bir qardaşın gəlib, dərdinə aşina sirdaşın gəlir. Yəni qoynuna deyir qoymaram da bir yad insanlar, səni tanımayanlar deyəndə kimləri nəzərdə tutur? Qoymaram deyir yadlar girsin qoynuna, yəni farsları nəzərdə tutur. Farslar deyir sənin, qoymaram o yadlar deyir girsin qoynuna deyir. Təbrizi özümüzün hesab edir deyir. Təbriz bizim, yəni biz Azərbaycanlılardır, bizim qardaş olduğumuzu burada çatdırmağa çalışır. Sonra sən çıxdın qarşıma duzla, çörəklə, bağından dərdiyin güllə, çiçəklə, duzla, çörəklə qarşılamaq bizim adətimizdir də. Deyir, duzla, çörəklə qarşıladın, güllə, çiçəklə qarşıladın. Yəni bizim adət ənənəmizi burada çatdırır. Sonra 2-yə bölünmüş saf bir ürəklə, 2-yə parçalanmış xalqın torpaq naləsini burada görürük ki, parçalanmasını göstərir. Qoy olsun başından duman Təbrizim. Deyir ki, Təbrizim, qoy olsun başından duman Təbrizim. Yəni, başından yox olsun, geçsin o duman. O ayrılıq səndən boş olsun, geçsin, yoxa çıxsın. Qədində ayrılıq çəkənlər bilər, hicrində göz yaşı tökənlər bilər. Kim deyir o ayrılığı bilər? Kim ki ayrılıq çəkib, o ayrılığı dadan insan sənin ayrılığını bilər. O göz yaşı deyir, hicrində göz yaşı tökənlər bilər. Ömründə qaranlıq çökənlər bilər. Başından gül çiçək dərdim Təbrizim. Yenə təzələndi dərdim Təbrizim. Mənim deyir, səndən deyir, gəldim o gül çiçəyi dərdim deyir.
Bununla da deyir, yenə də deyir, mənim dərdim təzələndi. Ne qəşəngdir yol boyunca söyüdlər, söyüdlərin kölgəsində igidlər. Babalardan dinləyirlər öyüdlər, coşur damarlarda qanı Təbrizim. Yoxdur bu mərdlərin sanı Təbrizim. Mərd yəni igidlərin. Deyir ki, yəni gəldim deyir, səni gördüm. Yenə dərdim təzələndi və nə qəşəngdir yol boyunca deyir, düzülən deyir o çinarlar, çinarlardan deyir, sallanan deyir o çinarların kölgələri. Çinarlardan adətən çinarları orada yol boyunca söyüdlər, söyüdlər, söyüdlər bir sırğası da olur axı, gözünüzün qabağına gətirin. Onlardan belə özünə məxsus meyvəsimi deyim, özünə məxsus çiçəyimi deyim, belə salxım kimi sallanır. Çinarda da olur, söyüddə də. Söyüdlərin kölgəsində igidlər və igidləri göstərir ki, mərd igidlərdən danışır burada deyir. Sən ağlasan ağlayaram, gülsən gülərəm, görsüz gülərəm, yaşasan yaşaram, ölsən ölərəm, yəni onu göstərir. Varımı səninlə yarı bölərəm. Deyir ki, mən deməli, nə desən eləyərəm. Mənim olanımı da yarı bölməyə hazıram, amma bu olanımı səninlə yarı bölməyə hazıram da, digər bir kiminlə yox. Təbrizim, Təbrizimə burada müraciət eləyir. Gəlim deyir, bir üzündən öpüm. Sonra deyir ki, nədir o mənalı dərin baxışlar, nədir gözlərindən yağan yağışlar. Onun gözündən yağan yağışı gör, gözündən yağan yağışı deyir o Təbrizin gözündən. Onu artıq bir mübaliğəndirmə var da burada. Mübaliğə var, şişirdi bir də. Sonra məlul baxıb durma, yazıq deyir. Məlul nə deməkdir? Qeyd eləyin dəftərinizdə. Məlul yəni yetim baxıb durma. Yetim tək boynunu burma. Burada bir təşbih var. Yetim tək boynunu burma deyir. Məlul yazıq baxıb durma. Təşbihdir bunlar. Sənin çiçəyinə, gülünə qurban, sənə qardaş deyən dilinə qurban, vətəninə qurban, elinə qurban. Baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, gözəl Təbrizim. Deyir ki, yəni burada əslində müəllif Təbrizin bütün dərdini öyrənmək istəyir. Ona görə də deyir ki, burada yəni sənin çiçəyinə də, gülünə də mən qurbanam, sənə qardaş deyən o dilinə də qurbanam deyir. Mənə qardaş deyən, sən ki mənə qardaş deyirsən, o dilinə də qurbanam, vətəninə də qurbanam. Yəni o baxdıqca artıq doymur. Burada o təbiətə olan, Təbrizə olan heyranlığını çatdırır. Əslində əsər mübarizə ruhlu əsərdir. Gələcəyə inam var əsərdə. Yəni pozitiv ruhda yazılmış bir əsərdir. Nikbin əsərdir. Siyasi mətləblərə belə deyərik ki, sətr altı toxunubdur. Torpaqlarımızın ikiyə bölünməsindən şimali, şimali və cənubi Azərbaycandan danışır burada və Azərbaycanın birliyi fikrini bizə çatdırmağa çalışır. Birliyə gedən yol mübarizədən keçir. Daxili bölgü 6-5 qafiyə şəklində dedik. 6-5 şəklində qafiyələnmədi. Daha sonra Təbriz burada dedik ki, həm xitabıdır, həm deməli təkrirdir, həm də Təbrizin metonomiyadır. Yadınızda qalsın. Metonomiyadır. Bu qədər Təbriz haqqında deməli tapşırıqlara isə növbəti videomuzda inşallah baxacağıq. Videonu bəyəndinizsə bəyənməyi və paylaşmağı yaddan çıxartmayın. Növbəti videoda görüşərik.